Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla qabardıqca qabaran yumşaq tort biskvitinin hazırlama qaydası olacaq. Biskviti hazırlamaq üçün otaq temperaturunda olan 6 ədəd yumurtanın ağıl sarısından ayırmışam. Yumurta ağı mikserin qabına əlavə edirəm. Üzərinə 1 çimdik duz əlavə edib mikserlə azacıq çalıram. 1 stəkan şəkəri də az-az əlavə edib yumurta ağı tam ağaranacan çalıram. Kütlənin həcmi artıb ağardıqda yumurta sarısında 1-1-2-2 əlavə edib yenidən çalıram. Üzərinə 2 dolu yemək qaşığı qaynar su, 2 yemək qaşığı da duru yağ əlavə edirəm. 2-3 dəqiqə çalıb mikseri söndürürəm. Unu kənarda qarışdıracağam. Unu mikserlə qarışdırsaq biskvit bərk alınır. Ələyin içərisinə 1 stəkan yarım un, 1 paket vanil, 1 paket qabartma tozu əlavə edirəm. Unu ələkdən keçirdirəm. Çırpıcı ilə çox ehtiyatla qarışdırıram. Yaxşı qarışdırmaq lazımdır ki, içərisində un tobacıqları qalmasın. Hazır xəmir bu cür olmalıdır. Çox duru olarsa, unun miqdarını 1-2 qaşıq artırmaq olar. Diametri 30 cm olan listin içərisində bişirəcəm. İstəsəniz 28-26 cm-lik listədə bişirə bilərsiniz. Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada üzəri qızaranacan bişirirəm. Artıq gördüyünüz kimi biskvit hazırdır. Halqadan çox ehtiyatla bıçaq yardımı ilə kənarlarını ayırıb çıxardıram. Görürsünüz, çox gözəl qabarıbdır. Həqiqətən də mükəmməl biskvit alınıb, hazırlamağa dəyər. Videonu izləyərkən bəyənməyi unutmayın.